Hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Xoş gördük doktorum. Maskada indi sizi tanımayacaqlar. Amma mən deyim, Azərbaycan Tibb Universiteti Ağız və Üst Çənə Cərrahiyyəsi kafedrasının doktoru, cərrah, implantoloq Sənan Xankişiyevin əməliyyat otağındayıq. Amma hal-hazırda əməliyyat getmir. Hal-hazırda dişi yoxlayırıq artıq. Bəli, implant üstü protezlənmədə artıq çətin əməliyyatdan sonra aşağı yuxarı çənədə sümük köçürməsindən sonra aşağıda da böyük həcmdə sümük köçürmüşdü. Alt üst çənələrdə sümük köçürməsi icra olunmuşdu və ondan öncəsi çənə plastikası icra olunmuşdu. Yəni nəhayət biz plasmas konstruksiyaları yoxlayırıq, baxırıq və son nəticədə sizlə də bölüşəcəyik. Bu sirkon dioksid metalsız konstruksiyanı ağız boşluğunda fiksasiya edəcəyik. İmplantlar da burada Nobel aktiv implantlardır. İsveç şirkətinin implantlarıdır. Hansı ki ömürlük zəmanət verilir. Siz bilirsiniz bunlar haqqında biz sizə dəfələrlə məlumat vermişik. Hətta 10 il bundan öncə, yəni eyni şirkətlə hələ də fəaliyyət Bəli, göstərir. hələ də illər, yəni 15 ilə yaxındır biz onlarla əməkdaşlıq edirik və son nəticədə alt üst çənələrdə biz implant üstü konstruksiyaları yerləşdirəcəyik Allah qoysa. Hal hesabda prosedur, yəni biz hazırlayırıq, baxırıq, yoxlayırıq, necədir, nətərdir. Sonda siz özünüz çəkərsiniz, baxarsınız. Yəni alt üst çənələrdə şəffaf, yəni açıq ağ rəngdə, yəni metalsız konstruksiya necə görünəcək? Doktor, mən bir etiraf eləyim. Demək, biz orada gözləyirdik, siz burada əməliyyatdaydınız. Bu xanımdan öncəki xəstəniz üzərində. Mən xanımı danışdırmışam. Bütün, yəni burada səmimi etiraf eləyəcəm də soruşmuşam. Doktorumuzdan razısınızmı? Hansı əməliyyatlar keçirmisiniz? Sözün düzü xanımın çəkiliş olacağını heç bilmirdim. Amma bilmirəm, içimdən bir istək gəldi ki, xanımdan soruşum. Çünki xəstə məmnuniyyəti çox vacibdir doktor. Bəli. O qədər razılıq elədi ki sizdən. Pasient sadəcə istəmir onun üzü düşsün. Ona Bəli. görə biz onun üzünü çəkmirik, amma belə bizə söz verib ki, sonda dişləri göstərəcək. Bəli. Ən axırda göstərəcək dişi. İnşallah. Əsas odur ki, xanım çox razıdır. İndi özü danışmasan da eşidir bizi. Və inşallah ki, nəticəni izləyicilərimizlə Əsas birlikdə nəticədir. görəcəyik. Bu plastik cərrahiyyənin sonu və implantasiyanın sonu bilirsiniz ki, nəticədir. Yəni Bəli. implant üstü protezlənmə. Çünki ya pasient dişlə olur, breketlə hazırlayırıq plastik cərrahiyyədən sonra, ya da implant üstü konstruksiya, ya dişin üzərinə qoyulan sirkon, metalsız konstruksiyalar ki, estetik Hollywood smile olsun. Ona görə burada işin son nəticəsi, yəni metalsız konstruksiyanın görünməsidir ağız boşluğunda. Bəli. Hansı münasibətdə olacaq, yəni ağız boşluğunda, necə funksiya göstərəcək, necə estetikanı göstərəcək, biz o səviyyədə qiymətləndirəcəyik sizinlə bir yerdə. Doktor, bir əməliyyatdan çıxmısınız. Ondan sonra bir neçə xəstə qəbul etmisiniz. Yorulmayasınız. Sizi gözləyirdik. Sizi gözləyirdik. Heç nə, burada da pasiyentə izah elədim ki, yuxarı çənədə və aşağı çənədə sümük plastikası icra olunmuşdu, sümük köçürməsi icra olunmuşdu və çənəni geri verdi, yuxarı çənəni önə doğru çıxartdı və alt üst çənənin plastik cərrahiyəsi oldu. Lakin dişlər pis idi, körpülər pis idi, tərpənirdi, laxlayırdı. Qərara gəldi ikinci mərhələdə alt üst çənələrə implant qoyaq. Amma bilirsiniz ki, çənə atrofiyasından sonra, çənənin plastik cərrahiyəsindən sonra sümük nazikləşir. Ona görə də aşağı çənədə birbaşa mən implantı əkə bilmədim, təəssüf. Oraya sümük köçürtdük, xüsusi alloqreftləri köçürtdük, alınmış sümük materiallarıdır. Yəni həqiqi insan. İnsan sümüyü, Sümükləri. köçürülmüş sümüyü, yəni o sümüyü biz hazırladıq, köçürtdük aşağı çənəyə, yuxarı çənədə xüsusi yenə alloqreftlə, sümük, xırda sümük parçaları ilə yuxarı çənəni düzəltdik və sonda üçüncü əməliyyatda nəhayət aşağı çənəyə biz implant qoyduq. İndi də gördüyünüz kimi bu alt üst çənələrdə prototip tipli 3D printləri yoxlayırıq və biraz xoşuma gəlmədi açığı və ikinci dəfə 3D printi yoxlayacağım. Ondan sonra sirkon dioksid full 3D multi-layer bloklarla kəsilmiş metalsız konstruksiyanı ağız boşluğuna yerləşdirəcəyik. Doktor, izləyicilərə məlumat verək. Xanımın uzun yolundan bir balaca da siz elmi dildə danışdınız. Mən istəyirəm ki, indi ola bilər ki, izləyicilərimiz səmimi dildə istəyirlər də. Xanım deyəsən uşaqlıqdan çənə Anadan gəlmə qüsuru var idi, qüsuru genetik qüsuru vardı. Aşağı çənə öndə idi, yuxarı çənə də geridə idi və ona görə o qüsuru aradan götürmək üçün biz qərar verdik alt üst çənələrdə əməliyyat icra edək. Amma təəssüf ki, dişlər breket vasitəsilə yox, ortodontik müalicə ilə yox, yəni dişlərin üzərinə yonulub
keramik konstruksiyalar qoyulmuşdu, deyəsən rayon yerində. Və dişlər hamısı çürümüşdü. Yəni laxlayırdı, körpülər çıxırdı, xəstə köklər vardı ağız boşluğunda. Belə hallarda alt üst çənələrdə biz implant cərrahiyyəsi planlaşdırdıq və alt üst çənələrə implantları yerləşdirdik. Amma sümük köçürəndən sonra biz birbaşa bunu edə bilmədik, təəssüf. Bayaq Ülviyə xanıma da onu deyirəm ki, birbaşa sümük köçürəndən sonra ikinci mərhələdə implantı qoyduq. Yəni ona görə də biraz da vaxt uzandı. Müvəqqəti dişlərlə. Amma bu qədər vaxt uzansa da, bu qədər xanım çətinliklər çəksə də sizdən çox razıdır doktor. Yəni bunun özü həm peşəkarlıq, həm insanlıq ikisi bir yerdə. Təbrik Razıdır, edirəm amma sizi. son razılıq bilirsiniz də, son razılıq dişlər olandan sonra olacaq. Çünki insanın ağzı boşdur, müvəqqəti dişlə gedir, gəlir. Ona görə də tam məmnun ola bilməz. Bəli, plastik olub, sümük köçürülüb, implantlar əkilib. Son nəticə olacaq nə vaxt ki, alt üst çənələrə düzgün dişlər yerləşdiriləcək. Həm funksiya, həm fonetika, həm estetik təbəssüm, Hollywood smile estetik effekt nəticəsi olacaq. Ondan sonra bəli, biz bir də onu qolquzumuzu çəkəcəyik və sizlərlə paylaşacağıq. Nəticə mən əminəm ki, möhtəşəm olacaq. Çünki doktor bu sizin birinci işiniz deyil. Minlərlə belə işlər bizim görmüsünüz. 12 mindən yuxarı pasiyentimiz olub indiyənə qədər. 2003-cü, 4-cü ildən başlamışıq bu işə və 12 mindən yuxarı rəsmi statistika aparırıq və 12 mindən yuxarı məmnun pasiyentimiz olub. Doktor, implantlardan danışaq. Çünki hal-hazırda Bakı şəhərində bir çox firmaların implantlarını istifadə edir həkimlərimiz. Siz hansı implantlarla işləyirsiniz? Biz işləyirik İsveç şirkətləri ilə, Nobel implantları ilə, aktiv Nobel implantı ilə, hansı ki şirkət ona ömürlük zəmanət verir. Bir də Koreya sistemi, Ostem sistemi mən sevirəm. Çünki Koreya sistemlarından ən güclü sistem olaraq sümü ilə birləşməsində Ostem implantlarıdır. Siz də dəfələrlə onu çəkmişsiniz. Ostem SL aktiv və o implantları mən tövsiyə edirəm. Əgər kimin maliyyə müəyyən bir sıxıntıları var, birbaşa İsveç, Almaniya implantları qoya bilmirsə, amma sümük problemi var, sümük köçürməsi lazımdır. Yəni mən tövsiyə edirəm Ostem implantları qoymağa. Çünki o implantın şirkəti də çox ciddi yanaşır öz pasiyentlərinə və geri dönüşlər edir və pasiyentlərlə, bizim pasiyentlərlə maraqlanırlar. Hətta implant tutmayanda, yəni prosedur təkrar pulsuz aparılır. Düzdür, Ostem sistemi ilə belə problemlərimiz adətən olmur. Və bunların bütün sistemləri çox yaxşı səviyyədə hazırlanıb. Kompaniya, şirkət tərəfindən Cənubi Koreyanın implantıdır və ona görə o implantı birbaşa biz tövsiyə edirik. Münasib, yəni onlara endirimlərimiz var, onu demək istərdik. Amma İsveç implantı Nobel implantları, Nobel aktiv dünyanın nömrə 1 implantlarıdır. Ona görə o sümü ilə birləşməsi daha mükəmməldir, daha idealdır. Bunun uzun müddətli bir nəticələri var. Ümid xanım, siz onu görmüsünüz. Siz 12-ci ildən bizləsiniz və 12-ci ildən o implantlar biz qoyanda siz onu cərrahi çəkilişlərdə edirsiniz. Televiziya, efir vasitəsilə. Doktor, Harmoniya verirsiniz. siz sıradan bir həkim deyilsiniz. Mən həmişə demişəm, hər yerdə də deyirəm, harada çəkilişə getsəm, sizin kimi həkimlərlə qürur duyuruq. Çünki siz həkimlərin həkimisiniz, həkimlərin müəllimisiniz. Azərbaycan Tibb Universiteti ağız və üst çənə cərrahiyyəsi kafedrasının doktorusunuz, cərrahsınız. Yəni ağız və üst çənə deyəndə çənə problemləri yaşayan bir çox insanlar olur ki, anadan gəlmə qüsurlarla olurlar. Həmin əməliyyatlara getmək çox çətindir. Çünki həkim olmasam da sizdən həmişə dilindən eşitmişəm. Buradan üçlü sinirlər keçir. Həmin sinirlərə hər həkim müdaxilə edə bilməz. Ümumiyyətlə nə ki çənə əməliyyatı zamanı doktor, mənə elə gəlir ki, alt çənədə implantlar da çox risklidir. Bəli, alt çənədə də əgər bax belə sümük köçürməsi icra olunur ya, sinir üzərində siz bir-iki dəfə biz əməliyyatı çəkdik, sinir üzərində əməliyyatlar həmişə çənədə keylik müşahidə olunur, amma keylik tədricən keçir. Xüsusi mürəkkəb əməliyyatlarda üçlü sinir üçüncü şahəsi müəyyən dərəcədə zədələnə bilər. Amma ona baxmayaraq ən çətin, ən mürəkkəb əməliyyatları biz icra etmişik. Sizin də iştirakınızda bir yerdə bəli, sinirin transpozisiyası, üçlü sinirin kənara çəkilməsi, çənədə plastikanın aparılması, sonra sinirin geri qaytarılması, əlbəttə müəyyən bir keylik olur. Hətta çətin hallarda implantlar biraz sinirə yaxınlaşanda müəyyən bir diskomfort ola bilər, müəyyən bir keylik ola bilər. Ona görə də belə bir hallarda işləmək o qədər asan olmur. Xüsusi şok implantları, qısa implantlardan istifadə edilir, xüsusi bir texnikadan istifadə edə bilirik, kontrol rentgen, yəni X-rayları